İmtahan nəticələrini öyrənmək üçün uşaqlarla parkda görüşdük. Yeri gəlmişkən, mən Ülkərəm. Elə indicə arzuma çatdım. Tələbə adını qazandım. Sevincimin həddi-hüdudu yoxdur. Qanadlarım olsaydı, bəlkə də uçardım. Evə doğru gedirəm. İkinci evimə. Xəbəri müəllimlərimə çatdırmaq üçün tələsirəm. Hər addımda xatirələr mənə yoldaşlıq edir. Sürətimi artırıb xatirələrdən çıxıram. Bu dəfə dərs evinə şagird kimi deyil, tələbə kimi daxil olurdum. Müəllimlərimi görməyə tələsirdim. Artıq ilk təbriklər gəlməyə başladı. Yenə hər küncdə xoş xatirələr yatır. Qayğılı və sevinci anlarımın yanından keçirəm. Dərs evi bizim ikinci evimiz olub. Buna görə də müəllimlərimizə və bizim üçün çalışan hər kəsə təşəkkür edirəm. Qayğıma qaldığın və mənə bu əminliyi verdiyin üçün çox sağ ol dərs evi.